Bizim qış tətilimiz Yunanistanla başladı. Black Friday-də çox endirimli qiymətə bilet almışdıq. Bura çatan kimi yerli simitlərindən aldım. Bizdəkindən və Türkiyədəkindən çox fərqlənirdi dadı. Nəqliyyata 3 günlük 40 manat pul verdik. Bura metro və digər bütün nəqliyyat növləri daxil idi. Airbnb-dən ev tutmuşduq. Girişdə belə qutunun içinə açar qoymuşdular bizim üçün. Qiyməti digər otellərə və evlərə baxanda və mərkəzdə yerləşdiyinə görə məncə çox münasib idi. Balaca xudmani bir ev idi. Hər şey daxil və mərkəzdə bütün restoranlara və hər yerə yaxın idi demək olar ki. Kostanın kafesinə mütləq gedin. Bura Yunanistanın ən qədimi restoranlarından biridir və orada yerli buranın məşhur yeməyi olan sovlaki yeyin. Mən çox bəyəndim dadını. Fərqli növləri var idi, amma doymadım. Bir dənə də simit aldım. Simitlər burada elə demək olar ki 3 manatdır hər növü. Sabah isə Akropolisə gedəcəyik və buranın gəzməli, görməli yerlərini və yeməli yeməklərini sizin üçün çəkəcəm. Yunanistana gəlib Akropolisə gəlməmək olmazdı. Adam başına 60 manat verib bilet aldıq. Gəlin buranı birlikdə gəzək. Akropolis kompleksi qədimdə müdafiə xarakteri daşıyan tarixi bir kompleksdir. Bu gördüyünüz onun məşhur giriş qapısıdır və buraya Partenon daxil 3 məbəd, qədim teatr qalıqları və xırda tarixi qalıntılar var. Partenonun üzərində deyilənə görə 92 təsvir yer alır. Bunlar qədim Yunanlarla, Amazonların və digər xalqlarla olan döyüşlərini təsvir eləyir. Akropolisə daxil olmasanız da yaxınlıqdakı təpədə dayanıb bura ilə şəkillər çəkdirə bilərsiniz. Amma mən tövsiyə edərdim ki, mütləq içəri girin, çünki bəzi məbədlər kənardan görünmür, həmçinin teatr qalıntısı da. Ümumiyyətlə, Akropolisin yanındakı təpədə dayanıb bütün şəhəri izləmək olur. Burada başını hara çevirsən, tarixi bir məbədə rast gəlirsən. Məncə tarix sevərlər mütləq Afinanı ziyarət etməlidir. Yunanistanda yemək turuna çıxırıq. İlk gedəcəyimiz yer Little Cook'dur. Deyərdim ki, burada daha çox şəkil çəkdirməyə getmək yaxşıdır. Nağıllar aləminə bənzəyirdi, amma qiymətləri şəhərin digər hissələrindən bir qədər baha idi. Lokumadiyə mütləq gedin. Yunanistanın yerli şirniyyatçısıdır. Bir çox yerdə filialları var. Bir qutuda 10 lokum qoyurlar və fərqli növlərini seçə bilərsiniz. Biz ballı sinamonlu seçmişdik. Qiyməti hardasa 10-15 manat arası idi və ləzzətli idi. Buradan çıxıb bazar içində bir restorana getdik. Mən bunu bir blogerin videosunda görmüşdüm. Hardasa Dayday kafesi stilində bir yer idi. Amma yeməklərin dadı heç yanıltmadı. Deyildiyi qədər yaxşı idi. Qiymətləri də şəhərin digər hissələrindən daha münasib idi. 9 nəfər idik, hardasa 160-170 manat hesab verdik. Burada yediyim qarın şorbasının ləzzətini heç yerdə görməmişəm. Bu videolarda həmin şorbanın dadına baxıram və üz mimikamdan da məncə hiss eləmək olur ki, nə dərəcədə ləzzətli idi. Yəqin ki bilirsiniz, Yunanistan dünyanın ən yaxşı mətbəxləri sırasında 2-ci yerdədir. Bura daha çox pita çörəyi və həmin çörəyin içində verilən fərqli təamlarla məşhurdur. Amma heç bilməzdim ki, burada qarın şorbası yeyərəm və bu qədər bəyənərəm. Buradan sonra getdiyimiz restoranda isə pita çörəyində olan yeməkləri yoxladıq. Onun videosunu da sona qoyuram. Yenə hardasa təxmini 160-170 manat orada da hesab verdik. Məncə 9-10 nəfərlik bir qrup üçün çox yaxşı məbləğdir.